şadlıq sarayları ümumiyyətlə elə bir bərbad vəziyyətdədirlər. Onların yəni tənzimləmə mexanizmları, hüquqi bazaları, ümumiyyətlə də işə yanaşma, özlərinin də işə yanaşması və belə deyək, orada olan hər hansı bir servis qaydaları olsun, sanitar gigiyena qaydaları olsun, qida təhlükəsizliyi qaydaları olsun, yanğından mühafizə, ekoloji qaydalara riayət edilmə məsələlərində böyük boşluqlar var. Yəni biz nəyi qoyub burada, nəyin dalıcan gedirik bu ƏDV-nin? Gəlin bu ƏDV-yə qədər mən düşünürəm ki, şadlıq saraylarından ümumiyyətlə söhbət düşərkən biz həmişə söyləyirik, bugün də mən o fikirdəyəm ki, onların işini ümumiyyətlə ciddi şəkildə tənzimləmək zəruriyyəti yaranıb. Ona görə ki, görürsünüz, həm zəhərlənmə məsələləri baş verir, bu nədən irəli gəlir? İndi gəlin bir fərz edək, nədən irəli gəlir? Hansısa biliksiz insanların orada törətdikləri əməllərdən, qaydalara riayət etmədiklərindən, qida təhlükəsizliyi qaydalarını pozduğundan bir tərəfdən və digər tərəfdən də həmin o müəssisələrin işçiləri olsun, rəhbərləri olsun, aparıcı qüvvələri olsun, onların çox zəif və zəif mən deyərdim maarifləndirilməsi baş verir. Heç demək olar ki, maarifləndirilməsi baş vermir. Biz öyrəşmişik ki, hər hansı bir qurumun əlində əgər imkan varsa ki, cərimələsin, nəyə görəsə, yalnız bu cərimə ilə, yəni cərimə ilə yalnız cəzalandıra bilir. Mən düşünürəm ki, cərimələrə qədər güclü maarifləndirmə olmalıdır, testlər olmalıdır, imtahanlar olmalıdır, kvalifikasiyaların təsdiqi olmalıdır. Və əgər biz bütün bu prosesləri keçib və hər hansı bir nəticə əldə edə bilmiriksə və ondan sonra təbii ki, və yaxud bununla paralel hər hansı cərimə mexanizmları işə salına bilər. Əks halda bu belə bilirsiniz necə çıxır? Biz burada nəsə bir qayda yaradaq, bir hansı prosedur yazaq, ya hansı bir standart yaradaq. Yalnız o standarta riayət edəsi olan insanlar əgər ondan xəbərsizdirlərsə, onları cərimələmək çox asan alınır. Və mən düşünürəm ki, ümumiyyətlə bu sahədə cərimələrlə heç bir şey həll etmək olmaz. Burada bu strateji sahədə qida sənayesi və o cümlədən ictimai yaşayış müəssisələrinin fəaliyyəti, mən hesab edirəm ki, ölkə üçün bir strateji sahədir. Burada qida məhsullarından söhbət gedir və insanların, vətəndaşların sağlamlığından biz burada qeydlər apara bilərik. Yəni, qida xidməti düzgün göstərilməməsi səbəbindən nəticəsində insan orqanizminə, insanın sağlamlığına ziyan deyə bilir. Bəzi hallarda da bilirsiniz ki, bu Allah eləməsin, hətta ölümlə də nəticələnə bilər.